Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisiyəm. Bundan əvvəlki video çəkilişlərimizdə daimi olaraq hər hansı bir istər psixoloji xəstəlik olsun, istər hər hansı ailə daxili problem olsun, yaxud hər hansı bir kiçik, böyük fərq etməz travmalar olsun, ətrafının mövzu söhbət edəndə daimi olaraq insanların maraq dairəsinə düşən və bundan əvvəlki videolarda qeyd etdiyimiz kimi bir psixoloji bir xəstəlik var. El arasında takıntı deyilən obsession kompulsiv pozuntu. Daimi olaraq bunun ətrafında suallar gəlir. Bu xəstəlik heç bitmir. Daimi olaraq evdən çıxanda dəfələrlə qaz işığı bu adam gedir, yoxlayır. Yaxud bundan da əlavə hər hansı bir otağa keçən zaman, başqa bir əraziyə keçid edən zaman hər hansı bir şirkət, dövlət müəssisəsi, başqa birinin evi, qonaq getdi, yaxud hər nə, yad yer kimi deyək, yaxud şəxsi evində, yəni şəxsi evində zaten görür bu şeyləri dediyinə görə yad yeri nümunə çəkirik. Və adətən həmən yerə keçid edəndə o otaqda olan əşyalar bilirsən sayır. Kitabda rəf var, rəfin gözündə yuxarıda 2 kitab, aşağıda 3 kitab, yaxud hər hansı masada 4 qələm, üst-üstə yığılan 2 planşet, yaxud belə. Yaxud istəmsizcə eyni sözləri təkrar edir. Baxırsan ki, eyni cümlə yazmısan. Buna məsələn deyirəm sən pissən. Yaxud sən kobudsan. Anında reaksiya. Deməli, takıntı xəstəliyi çox şiddətli dərəcədədir. Və nəticə etibarı ilə həmin qeyd etdiyimiz kimi bunun ən asandır və ən bir növ 12-dən nöqtə atışı kimi problemin həll etməsinin yolu sadəcə və sadəcə həmin şeylər türk dilindən tətbiqləyici və ya Azərbaycan dilindən baskı təzyiq edən zaman onun üstünə getmək lazımdır. Məsələn, baxırsan, o qədər əlini sabunla yuyub təmasdadır ki, suyla, sabunla çat-çat gedib əlinin üstü. Az qalsın qan tökülsün. O qədər qopub yara bağlayıb ki. Yaxud psixoloji xəstə olub ki, evdən çıxır 40 dəfə qapını açar, açar. Yolda gedir. Getdiyi yarı yoldan qayıdır. Qıradan baxan deyirsən, dəlisən. Beyninə bunu həkk etmək lazımdır ki, bağlandı qapı. Su, qaz sönünü, həm də bu şey sayırsan. Niyə sayırsan ki? Sayma. Onun üstünə getmək lazımdır. Hamının daxilində psixoloji xəstəliyi var. Obsession da var. Amma tarazlama söhbəti var, balansı. Üstünə getməli və daimi olaraq arxain şəkildə net cavab olmalısınız. Ki, sizi baskı təzyiq edə bilməsin. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz, yaxud fikirləriniz varsa bölüşə bilərsiniz.